Salam əziz dostlar. Bugünkü videomuzda biz sizlərlə törəmədən qalan, yəni bəzi məsələlər var ki, biz onlara toxunmalıyıq. Məsələn, loqaritmik törəmə anlayışını keçməliyik. Sonra natural loqaritm x funksiyasının törəməsi ilə bağlı müəyyən məsələlərə toxunmalıyıq ki, bizdə gələcəkdə iptidai funksiya qeyri-müəyyən inteqralı və yaxud da müəyyən integral keçəndə bu məsələlərə bizim ehtiyacımız olacaq. Ona görə də mən istəyirəm bu məsələlərə bir aydınlıq gətirim ki, gələcəkdə o problemlər bizdə yaranmasın. Deməli, mən bugün sizinlə birinci növbədə loqaritmik x funksiyasının törəməsinə baxaq görək, y bərabərdir loqaritma a əsasdan x funksiyasının törəməsinə baxaq. Bilirsiniz ki, bu funksiyanın təyin oblasti, yəni dy bərabərdir, deməli, sıfır müsbət sonsuzluq intervalı və bilirsiniz ki, qiymətlər çoxluğu da bütün həqiqətlər çoxluğudur. Yəni, dy qiymətlər çoxluğu, deməli, bütün həqiqətlər çoxluğu. Mənfi sonsuzluq, müsbət sonsuzluq intervalı. Deməli, verilmiş funksiya ədədin loqaritmasının tərifinə görə bilirsiniz ki, burada a hansı şərtlərdir? Yəni, burada a sıfırdan böyük və birdən fərqli olmalıdır ki, deməli, biz loqaritma əsasından x funksiyasından danışaq. Burada a sıfırdan böyük olmaqla birdən nə olmalıdır? Fərqli olmalıdır. Çünki bilirsiniz ki, ədədin loqaritmasının tərifinə görə biz onları daha bir təkrar etməmək üçün qısa bir məlumat verim. Yəni, bilirsiniz ki, məsələn, 1 üstü x bərabərdir 1 tənliyinin sonsuz saylı həlli var. Ona görə də loqaritma bir əsasdan birin mənası yoxdur. Yəni, x-in istənilən həqiqi qiymət üçün bunu 1-ə bərabər olduğuna görə, ona görə də loqaritma bir əsasdan birin mənası yoxdur. Ona görə də elə bir loqaritma baxılmır. Ona görə biz burada, deməli, həm a sıfırdan böyük olur, həm də birdən fərqli olmalıdır ki, biz loqaritma a əsasdan x funksiyasından danışaq. Yəni, bunu biləsiniz. Deməli, burada biz əsas fikrimiz, məqsədimiz burada loqaritmik törəmədən danışmaqdır. Yəni, loqaritmik törəmə nədir? Ümumiyyətlə, loqaritmik diferensiallama üsulu nədir? Yəni, bu barədə danışacağıq. Çünki bizdə bir də üstü mürəkkəb funksiyaların törəməsi haqqında danışacağıq. Çünki gələcəkdə bizdə mürəkkəb, məsələn, suallar olarsa, qeyri-müəyyən inteqralların açılışında və s. biz o fikirlərə aydınlıq gətirmək üçün bu məsələləri mütləq bilməliyik. Gəlin funksiyanın törəməsinə baxaq. Deməli, siz bilirsiniz ki, verilmiş funksiyanın y loqaritması x funksiyasının qrafiki, əgər a burada birdən böyük olarsa, verilmiş funksiyanın qrafiki bu şəkildədir. Təxminən onu çəkək. Y-x. Deməli, o bu şəkildədir. Deməli, birdən keçmək şərti ilə bilirsiniz ki, burada arqumentə bir qiyməti versək, funksiyanın qiyməti nə olacaq? 0 olacaq. O, ədədin loqaritmanın tərifinə əsasən onları bilirsiniz ki. Deməli, burada a birdən böyük olarsa, deməli, funksiyanın qrafiki bu şəkildə olacaq. Əgər, orada da görürsünüz ki, funksiyanın qiymətlər oblasıdır. Funksiyanın qrafikində da görürsünüz ki, funksiyanın qiymətlər oblasıdır. Deməli, mənfi sonsuzluq, müsbət sonsuzluq intervalı. Yəni, funksiyanın qrafiki get-gedə sonsuz yaxınlaşır. Yəni, arqumentin qiyməti sıfıra yaxınlaşdıqca, sağdan arqumentin qiyməti sıfıra yaxınlaşdıqca, deməli, bilirsiniz ki, bu funksiyanın təyin oblasti ümumiyyətlə sıfır müsbət sonsuzluq intervalıdır. Yəni, funksiya sıfırda təyin olunmuyor. Ona görə də verilmiş funksiyanın təyin oblasti sıfır müsbət sonsuzluq intervalıdır. Qiymətlər oblasti isə mənfi sonsuzluq, müsbət sonsuzluq intervalıdır. Amma əgər burada a sıfırdan böyük, birdən kiçik olarsa, yəni düzgün adi kəsr olarsa,
loqaritmanın əsası A, gücün adı kəsr olarsa, onda verilmiş funksiyanın qrafiki, yəni həmin funksiya birinci bu şəklə artan funksiyadır. Bu şəklə isə nədir? Azalan funksiya olur. Göstərin oblasında. Əgər A bu şərti ödəyərsə, funksiya artandır. Əgər A bu şərti ödəyərsə, deməli funksiya nədir? Azalandır. Və bu şəkildə olacaq onda funksiyanın qrafiki. Yəni yenə birdən keçmə şərti ilə funksiyanın qrafiki yenə bu şəkildə olacaq. Yenə də funksiyanın qiymətlər olması mənfi sonsuzluğu, müsbət sonsuzluğu intervalına dəyişir. Amma qiymətlər çoxluğu belə təyin olması hər iki halda nədir? 0, müsbət sonsuzluq intervalıdır. Əlbəttə ki, 0-a daxil olmaq şərti ilə. Deməli, təyin olması bax bu şəkillənmiş hissi olacaq ədəd oxunda 0 müsbət sonsuzluq intervalı. Amma qiymətlər çoxluğu gördüyünüz kimi hər iki halda mənfi sonsuzluq, müsbət sonsuzluq intervalı. Sadəcə burada A birdən böyük olanda funksiya deməli artandır, amma A 0-dan böyük birdən kiçik olanda funksiya nədir? Azalandır. Yəni bu funksiyanın teoreması haqqında danışaq. Deməli, onda teoremanın tərifinə görə biz birbaşa yaza bilərik. Amma burada bilirsiniz ki, deməli fərz edək bu funksiyanın x0 nöqtəsində, yəni x0 nöqtəsi fərz edək, onun təyin olmasına daxil olan bir nöqtədirsə, yəni D-Y daxil olmuş bir nöqtədirsə, deməli, bu nöqtədə verilmiş funksiyanın teoremasını almaq üçün bilirsiniz ki, həmin nöqtədə verilmiş arqumentə müəyyən delta x artımı versin. Onda x minus x0 bərabər olacaq delta x-ə və biz buradan bilirik ki, x nə bərabərdir? x0 plus delta x-ə bərabərdir. Ona uyğun funksiya artımını yazaq. Onda, deməli, onda tapırıq ki, delta y nə bərabərdir? F, deməli, loqaritma A əsasdan x0 plus delta x minus loqaritma A əsasdan x0 bərabər. Deməli, bu da oldu funksiya artımı. Bilirsiniz ki, bu funksiya artımının arqument artımı nisbəti ilə və arqument artımı yaxınlaşma şərtlə limitə keçsə, onda belə bir limit varsa, onda y bərabərdir loqaritması x funksiyasının x0 nöqtəsində teoreması var və teorema nəyə bərabər olacaq? Bunu biz tapa bilirik teoremanın tərifindən istifadə edərək. Onda biz yaza bilirik ki, onda verilmiş funksiyanın teoreması, yəni loqaritma A əsasdan deyək ki, x0-ın teoreması, yəni x0 nöqtəsində teoremadan danışırıq ümumi şəkildə. Yəni x0 burada ixtiyari təyin olmasına daxil olan arqumentin istənilən bir qiyməti ola bilər. Bərabərdir, deməli, limit delta x yaxınlaşır 0-a. Deməli, loqaritma A əsasdan x0 plus delta x minus loqaritma A əsasdan x0 bölünsün delta x alarıq. Və bu, deməli, bərabərdir. Yazarıq burada, deməli, bərabərdir limit delta x yaxınlaşır 0-a. Və loqaritmanın məlum xassələrinə, ya da loqaritmasının müəyyən xassələrinə görə siz bilirsiniz ki, əgər burada loqaritmik ifadələr, yəni eyni əsaslı loqaritmaların fərqi tapılırsa, fərqindən danışırsa, burada onların deməli, həmin loqaritma onların arqumentin nisbəti ilə, yəni arqumentlərin nisbəti ilə ifadə olunacaq. Yəni, onları siz o xassələri bilirsiniz. Ona görə də biz yaza bilərik burada loqaritma A əsasdan deməli, x0 plus delta x bölünsün, x0 yaza bilərik. Və bölünsün delta x. Bu da bərabər. Onda biz burada delta x-i, yəni, bax, bu şəkildə biz delta x-i çıxarsaq limit şərəsi xaricinə, ya da loqaritma A-nın qarşısına çıxarsa, burada nə var? Bərabər. Deməli, limit delta x yaxınlaşır 0-a və burada alırıq ki, deməli, 1 bölünsün delta x vurulsun loqaritma
A əsasdan mötərizə yaza bilərik. 1 plus delta x bölünsün x0 yaza bilərik. Bəli. Yerə yazsaq, onda bu bərabərdir. Limit delta x yaxınlaşır sıfıra. Və burada biz belə bir çevirmə apara bilərik ki, məsələn, burada biz fərz edək x0 bölünsün delta x yazsaq burada onun əksini yazsaq, yəni belə bir çevirmə yazsaq, daha doğrusu, bax, 1 bölünsün delta x yazırıq, vurulsun, delta x bölünsün x0 yazaq və vurulsun loqaritma A əsasdan 1 üstə gəl delta x bölünsün x0 üstü yazırıq x0 bölünsün delta x. Siz loqaritmanın müəyyən, ədədin loqaritmasının məlum xassələrinə görə bilirsiniz ki, biz burada bunu önə keçirsək, deməli, burada x0 bölünsün delta x ilə delta x bölünsün x0-ın hasili qarşılıqlı tərs ədədlər olduğuna görə hasili vahidə bərabər olacaq. Yəni, bu çevirməni biz apara bilərik. Eyni anda bunu burada yazırıq. Bu şəkildə qüvvətin dərəcəsi şəklində ifadə edirik və burada əmsal üçün ifadə edirik. Biz bunu bu şəkildə yaza bilərik. Bəli. Ondan burada delta x-lər ixtisar gedər. Burada alınar limit delta x yaxınlaşır sıfıra. Alarıq loqaritma, yəni 1 bölünsün x0-da limit dəyişəni, bunlar delta x-lər gedəndən sonra 1 bölü x0 da limit dəyişəni xaricinə çıxa bilər. Limit şərəsi xaricinə çıxa bilər. Çünki burada x0 limit dəyişəni olmadığına görə, yəni limit dəyişəninə görə sabit hesab olduğuna görə sabitin limiti özünə bərabərdir. Ona görə də biz bunu önə çıxarda bilərik. Yəni yaza bilərik. 1 bölünsün x0 yaza bilərik. Limitin önünə çıxarda bilərik. Limit şərəsi xaricinə çıxara bilərik. Bəli. Limitin də məlum fasillərine görə bunu bilirsiniz. Deməli, burada yazarıq onda loqaritma A əsasdan 1 plus delta x bölünsün x0 üstü alırıq x0 bölünsün delta x. Bax, bunu alırıq. Ən nəhayət gəldik, bu şəkildə çıxartdıq bunu. Deməli, burada görürsünüz ki, burada görkəmli limitləri bilirsiniz. Görkəmli limitlər haqqında məlumatınız var. Bilirsiniz ki, burada delta x sıfıra yaxınlaşanda x0 bölü delta x sonsuzluğa yaxınlaşacaq və burada 1 plus 0 üstü sonsuzluq olacaq. Yəni, bu bizə nəyi verəcək? Y ədədini verəcək. Deməli, bu bizə Y ədədini verəcək. Əgər delta x sıfıra yaxınlaşma şərtləri limitə keçsə, yəni bu limiti hesablasa, bizə Y ədədini verəcək. Və deməli, buradan alırıq ki, bu bərabərdir. 1 bölünsün x0 vurulsun loqaritma A əsasdan Y. Bax, bunu alırıq. Bəli. Və burada biz ədədin loqaritmasının məlum xassələrinə görə yaza bilərik ki, 1 bölünsün x0 vurulsun natural loqaritma Y bölünsün natural loqaritma A. Yaza bilərik. Və natural loqaritma Y ilə bilirsiniz ki, 1-ə bərabərdir. Onda tapırıq ki, bu teorema nəyə bərabər olur? 1 bölünsün x0 vurulsun natural loqaritma A-ya. Deməli, tapdıq ki, loqaritma A əsasdan x-in teoreməsi, yəni istənilən x üçün verilmiş funksiyanın teoreməsi nəyə bərabər olur? 1 bölünsün x natural loqaritma A-ya bərabər olur. Bəli. Əgər biz burada bir dənə qeyd yazaq, burada məsələn göstərsək ki, deməli, A Y-yə bərabər götürsək, A-nı Y-yə bərabər götürsək, onda biz burada natural loqaritma alarıq. Onda biz alarıq ki, natural loqaritma x-in teoreməsi nəyə bərabər olacaq? Natural loqaritma x-in teoreməsi bərabər olacaq 1 bölünsün x natural loqaritma Y. Bəli, natural loqaritma Y özdə belə bərabər olduğuna görə, deməli, bu teorema 1 bölü x-i verəcək bizə. Deməli, tapdıq ki, natural loqaritma x-də, x-in teoreməsi 1 bölü x-ə bərabərdir və burada göstərdiyimiz kimi funksiyanın təyin olması, yəni arqument bu intervaldan götürülməlidir. Yəni, burada da o şərti ödəyir edər. Yəni, burada da göstərməli ki, x sıfırdan nədir? Böyükdür. Əlbəttə, burada da, deməli,
bu özü də ifadə edir ki, burada x0-dan nə olmalıdır? Böyük olmalıdır. Yəni, bu şəkildə biz deməli natural loqaritm x-in törəməsini ala bildik. Bu oldu loqaritm asasından x-in törəməsi. Yəni, istənilən bir loqaritm asasından x-in törəməsi deməli nə bərabər oldu? 1/3 x natural loqaritm a-ya bərabər oldu və buradan a-ya biz y desək, yəni a-nı y qəbul edərsək, çünki y əsaslı loqaritmadır bu. Onda natural loqaritma x-i verəcək bizə, natural loqaritma x-in törəməsi 1/3 x natural loqaritma y, o da 1/x verəcək. Çünki natural loqaritma y 1-ə bərabərdir. Bəli. Və siz də bilirsiniz ki, loqaritm loqaritmasının xassələrindən bilirsiniz ki, loqaritma a əsasdan a nə bərabərdir? 1-ə bərabərdir. Əlbəttə ki, burada a 0-dan böyük, 1-dən nə olmalıdır? Fərqli olmalıdır. Bu şərt daxilində deməli bu 1-ə bərabərdir. Onu bilirsiniz. Bu şəkildə. İndi baxaq növbəti məsələmizə. Növbəti məsələmiz orada nə gəlir? Loqaritm asasından x-in törəməsi. Deməli, növbəti məsələ nədir bizdə? Deməli, y bərabərdir natural loqaritm modulu x. Belə bir funksiyanın törəməsinə baxaq. Y bərabərdir natural loqaritm modulu x. Əlbəttə, burada arqument modula göstərdiyinə görə, əziz dostlar, burada bilməlisiniz ki, burada verilmiş funksiyanın təyini olmasıdır. Yəni, burada x fərqli 0 şərtini ödür. Yəni, onda verilmiş funksiyanın təyini olmasıdır. Yəni, natural loqaritm modula x-in təyini olmasıdır. Nədir? Mənfi sonsuzluq 0 birləşir 0 müsbət sonsuzluq intervalı verilmiş funksiyanın nə olacaq? Təyin olması olur. Bəli. Yəni, x şərti 0 olmalı. Bu şərti görməli. Bax, bu törəməni tapmaq üçün biz burada bax, hər tərəfin yəni, natural loqaritma modula x-in törəməsini tapırıq. Bəli. Bu bərabərdir. Biz burada məsələyə belə yanaşaq. Məsələn, yazırıq natural loqaritma mənfi x, o zaman ki, mənfi x-in törəməsi, o zaman ki, burada x sıfırdan nədir? Kiçikdir. Məsələyə belə bax. Yəni, natural loqaritm modula x, modulun tərifinə görə biz onu belə yaza bilərik. Sonra, çünki burada sıfırdan fərqli götürürsə, bu şəkilləri biz qeyd edə bilərik. Deməli, onda natural loqaritma x-in törəməsi, o zaman ki, x sıfırdan nədir? Böyükdür. Yəni, yenə də biz bu şərtə riayət edərik. Funksiyanın təyin olması. Deməli, onda biz burada nə alırıq? Onda buradan bərabərdir. Bu olacaq 1/3-ün törəmə, yəni natural loqaritm x-in törəməsinə görə, bir də mürəkkəb funksiyanın törəməsinə görə məsələyə yanaşsaq, onda bizə verəcək 1/3-ün mənfi x vurulsun mənfi x-in törəməsi. Əlbəttə, burada x sıfırdan kiçikdir. Sonra 1/2x vurulsun x-in törəməsi. Əlbəttə, burada x sıfırdan nədir? Böyükdür. Və buradan alırıq ki, burada deməli, mənfi x-in törəməsi mənfi 1 verir. Bilirsiniz. Onda mənfinin də x müsbət olduğuna görə, deməli, bizə verəcək ya da 1/2x, o zaman ki, x sıfırdan kiçikdir. Bu da verəcək bizə 1/2x, o zaman ki, x sıfırdan nədir? Böyükdür. Onda biz buradan alırıq ki, natural loqaritma modula x-in törəməsi 1/x-ə bərabərdir. O şərtlə ki, x sıfırdan nə olur? Fərqli olur. Yəni, x sıfırdan kiçik də ola bilər, x sıfırdan böyük də ola bilər. Amma sıfıra bərabər ola bilməz. Deməli, bu şəkildə təyin elədik ki, verilmiş natural loqaritma modula x funksiyasının törəməsi 1/x-ə bərabərdir. Bu şərtlə ki, x sıfırdan fərqli olur. Biz bu məsələlərə niyə yanaşırıq, baxırıq? Mən sizə deyirəm ki, törəmədən bəzi məsələlərə baxmasaq biz integrala girə bilmərik. Ona görə ki, bizə bu qeyri-müəyyən integralı keçəndə, ixtiyari funksiya qeyri-müəyyən integralı keçəndə bu bizə lazım olacaq. Orada məsələn integrallı funksiya, əgər məsələn belə verilsə,
deyək ki, dx bölünsün 2x, belə bir integral verirsə, indi keçəndə biləsiniz bunları. Bu mütləq natural loqaritma modulu x üstəgəl c istənilən bir sabit. Yəni, bax, bu buna bərabərdir. Nə üçün? Bax, buna görə. Görürsünüz. Amma burada biz əlbəttə ki, qeyd edirik ki, burada x sıfırdan nədir? Fərqlidir. Bəli. X sıfırdan fərqlidir. Əlbəttə, 1 bölü x funksiyası x sıfırdan fərqli olmasa, bunun mənası olmaz. Ona görə də integraltı funksiya 1 bölü x isə, onda həmin o integraltı funksiyanın ibtidai funksiyası natural loqaritma modulu x olacaq. Üstəgəl c. Yəni, c istənilən bir sabit. Yəni, bunu biz müəyyən, ümumiyyətlə integral ibtidai funksiyanı keçəndə, ibtidai funksiya qeyri-müəyyən integral keçəndə onları bilərsiniz. Ona görə biz məsələlərə toxunuruq ki, gələcəkdə bu məsələlər barədə sizdən sual yaranmasın. Yəni, bu məsələləri siz bilməlisiniz. Bunları silək. Sonra burada daha hansı məsələyə toxunaq? Deməli, loqaritma y bərabərdir, loqaritma a əsasdan modulda x. Əlbəttə, burada bilirsiniz ki, deməli, a sıfırdan böyük, birdən fərqlidir, x də sıfırdan nədir? Fərqlidir. Bəli, x də sıfırdan fərqlidir. Bu mövzuya toxunuruq. Çünki bilirsiniz ki, deməli, üslü funksiyadan da, yəni ədədin loqaritmanın tərifi üslü funksiyadan tapılır. Yəni, a üstü x bərabərdir. Bilirsiniz ki, a üstü x bərabərdir, b tənliyindən alınır. Burada bilirsiniz ki, a-nın bu şərti ödəyən, yəni a sıfırdan böyük, birdən fərqli olmaq şərti ilə x-in ixtiyari həqiqi qiymə, yəni ixtiyari x daxildir el üçün. Bilirsiniz ki, a üstü 2x sıfırdan nədir? Böyükdür. Bəli, sıfırdan böyükdür. Ona görə də burada biz deməli, a ədədini yüksəltmək lazım gələn qüvvət üstünə deməli, həmin a ədədinin b ədədinin deməli, a əsasına görə loqaritması deyilir. Yəni, bu loqaritmanın tərifidir, bilirsiniz. Yəni, burada deməli, biz deyirik ki, əgər biz x-i burada x bərabərdir loqaritma a əsasdan b yazmalıyıq ki, bu a üstü loqaritma a əsasdan b bizə nəyi versin? B-ni versin. Və b də burada nədir? B burada müsbətdir. Çünki burada a üstü x böyükdür 0 şərtini ödürsə, ixtiyar x daxildir el üçün bu şərti ödənirsə, onda b sıfırdan böyük olmalıdır. Çünki a üstü x b-yə bərabərsə, a üstü x sıfırdan böyüksə, deməli b də sıfırdan böyük olmalıdır. Çünki a üstü x b-yə bərabərdir axı. Ona görə də deməli, x-in ixtiyarı həqiqi qiyməti a üstü x böyük 0 olarsa, onda deməli, a üstü x b-yə bərabərsə, onda a üstü x böyük 0-dırsa, onda b də 0-dan böyük olmalıdır. Bəli, istənilən halda bilirsiniz ki, x-in istənilən həqiqi qiyməti üçün bu şərt ödənir, yəni, onu siz bilirsiniz. Çünki burada a 0-dan böyük, birdən fərqlidir. Yəni, a 0 deyil burada. Bəli. Çünki onda onun qüvvətin mənası olmaz. Yəni, əsası mənfi olan qüvvət üstünə, həqiqi qüvvət üstünə baxılmır. Onu, yəni, biz rasional üstü qüvvətin xassələrindən də bilirsiniz onları. Bəli. Deməli, bax, buna görə biz bunu deməli, bu şəkildə qeyd edilməli. Yəni, a 0-dan böyük, birdən fərqli və burada x deyə bilirsiniz ki, 0-dan fərqli istənilən bir qiymət alsa, bu loqaritma a əsasdan modul x funksiyasının mənası var. Yəni, x-in 0-dan fərqli istənilən qiymətlə. Bu deməkdir ki, əziz dostlar, yəni, d, yəni verilmiş funksiyanın təyin oblastı, yəni loqaritma a əsasdan modulda x-in təyin oblastı, deməli, mənfi sonsuzluq 0 birləşir 0 müsbət sonsuzluq intervalıdır. Bəli. İndi bu funksiyanın teoreməsinə baxın. Yəni, biz bilirik ki, loqaritma a əsasdan modulda x-in teoreməsi nəyə bərabərdir? Deməli, teoreməsi bərabərdir. Siz bilirsiniz ki, burada verilmiş funksiyanın teoreməsi, burada şərt qoyuruq bu şəkildə. Yəni, bilirsiniz ki, burada əgər moduldan söhbət gedirsə və x də bu şərti ödəyirsə, onda yazırıq ki, bu, deməli, loqaritma a əsasdan x 1 bölünsün x natural loqaritma a, burada bilirsiniz ki, əgər burada
bu mənfi x olacaqsa, çünki burada x sıfırdan nə olmalıdır? Kiçik olmalıdır. Vurulsun mənfi x-in nə olacaq? Törəməsi olacaq. Buna bərabərdir. Mürəkkəb funksiya kimi baxsaq biz bu məsələyə. Bəli. Deməli, burada göstərir ki, yəni x sıfırdan nədir? Kiçikdir. Bəli. Yəni, bax, bu oblasdan söhbət gedir. Sonra 1 bölünsün x natural loqaritma a vurulsun x-in törəməsi, yəni mürəkkəb funksiyanın törəməsi kimi baxır məsələyə. Və burada göstərir ki, x sıfırdan böyük olarsa, onda bu da bərabər olacaq. Deməli, bilirsiniz ki, mənfinin əksi olacaq müsbət. Ona görə bu 1 bölünsün x natural loqaritma a-nı verəcək və x sıfırdan nə olacaq? Kiçik olacaq. Bəli. Bu da 1 bölünsün x natural loqaritma a-nı verir və burada x sıfırdan nə olacaq? Onda biz buradan alırıq ki, loqaritma a əsasında modulda x-in törəməsi 1 böl x natural loqaritma a-ya bərabərdir və burada x sıfırdan nədir? Fərqlidir. Bəli. Yəni, bu münasibət doğrudur. Bunu biləsiniz. Bəli. Bu şəkildə, deməli, biz bunu yazdıq. Deməli, sonra baxırıq digər məsələlərə. Baxır, orada nə məsələlər var. Qeyd eləmişik o məsələləri. Yəni, nəzərimizdən yayılmasın. Hansı məsələlərə toxunmalıyıq. Sonra, növbəti mövzu, deməli, mövzularında növbəti məsələ görək orada hansıdır? Loqaritmik törəmə. Loqaritmik törəmə. Loqaritmik törəmə ümumiyyətlə nədir? Əziz dostlar, əgər y bərabərdir fx funksiyasının sıfırdan fərqli f(x0), yəni x0 nöqtəsində bu funksiyanın x0 nöqtəsində sıfırdan fərqli törəməsi varsa, bu nöqtədə sıfırdan fərqli törəməsi varsa, onda verilmiş funksiyanın biz loqaritmik törəməsini belə tapaq. Yəni, loqaritmik törəmə ümumiyyətlə nədir? Ta ki, qəbul edirik ki, y bərabərdir fx funksiyasının x0 nöqtəsində, yəni onun təyin oblasını götürmüş x0 nöqtəsində sıfırdan fərqli törəməsi var. Bəli, sıfırdan fərqli törəməsi var. Gəlin biz bunun hər tərəfdən loqaritmasını alaq. Onda natural loqaritma y bərabər olacaq. Deməli, natural loqaritma nə? Fx. Bəli. Fx. Hər tərəfin natural loqaritmasını alıq. Bu şəkildə qarşımda. Deməli, aldıq. Başlayın burada. Bunu modulda yazırıq. Çünki bu sıfırdan fərqlidirsə, bu mənfi də ola bilər. Ona görə biz bunu modulda yazmalıyıq. Onda biz baxırıq y bərabərdir modulda fx funksiyasına. Və onun hər tərəfdən deməli, loqaritmasını alsaq, yəni natural loqaritmasını almayarıq. Ümumiyyətlə biz burada məsələyə belə baxırıq. Loqaritmik törəmə deyirik biz burada. Deməli, y bərabərdir. Deməli, modulda, natural loqaritma modulda fx. Funksiyasının törəməsinə baxaq. Onda biz burada nə alırıq? Yəni, bu funksiyanın törəməsini tapaq. Görək nədir? Deməli, tapırıq ki, deməli, y-in törəməsi bərabərdir. Natural loqaritma modulda fx törəmə. Bu da bərabərdir. Bilirsiniz ki, bu funksiyanın törəməsi, əziz dostlar, 1 bölünsün. Deməli, fx olsun f(x)-ə bərabərdir. Buna bərabərdir. Yəni, onda, mürəkkəb funksiyasının törəməsini alsa, yəni biz bəğlasını biz burada natural loqaritma modulda x funksiyasının törəməsinə baxmışıq. Yəni, biz bunu bilirsiniz artıq. Ona görə biz bunu belə yaza bilərik. Deməli, onda biz burada nə alırıq? Alırıq ki, yəni natural loqaritma bu da bərabər olacaq f(x) bölünsün fx-ə.
Və biz burada görürük ki, y-in özü nəyə bərabərdir? Natural loqaritma modulda fx-ə bərabərdir. Yəni, onda biz yazırıq ki, natural loqaritma modulda fx bərabərdir. Yəni, bunun törəməsi, bu funksiyanın törəməsi də belə baxaq. Bu funksiyanın törəməsi, yəni biz y-in yerində yazırıq, bunu çünki bu ifadəyə bərabərdir. Deməli, törəməsi nəyə bərabərdir? Deməli, f'(x) bölünsün fx-ə bərabərdir. Buradan aldıq bunu. Bax, bu kəsir ki var, yəni f'(x) bölünsün fx kəsiri ki var. Bax, bu kəsirə fx funksiyasının loqaritmik törəməsi deyilir. Bax, bu kəsirə verilmiş fx funksiyasının loqaritmik törəməsi deyilir. Loqaritmik törəməsi deyilir. İndi buradan biz deməli, götürə bilərik ki, onda əgər bu bərabərlik doğrudursa, onda f'(x) bərabər olar. fx vurulsun, mötərizdə natural loqaritma modulda fx-in törəməsinə. Bunu alarıq. Bax, deməli, istənilən fx funksiyasının törəməsini bu qayda ilə biz ala bilərik. Deməli, istənilən fx funksiyasının bu üsulla törəməsinə həmin funksiyanın diferensiallanma üsulu deyilir. Loqaritmik diferensiallanma üsulu deyilir. Yəni, istənilən bir fx funksiyasının bu şəkildə törəməsini alsaq, onda bu törəmə üsuluna y bərabərdir fx funksiyasının törəməsinin loqaritmik diferensiallanma üsulu deyilir. Yəni, loqaritmik diferensiallanma üsulu ilə, yəni, bax, bu istənilən bir funksiyanın loqaritmik diferensiallanma üsulu ilə törəməsi olur. Bax, bu şəkildə ala bilir. Yəni, istənilən bir funksiyanı belə ala bilir. Gəlin, bir dənə misal üzərində fikirlərimizi aydınlaşdıraq. Doğrudan da bu həqiqətdir ki, istənilən bir funksiyanın törəməsini bu qaydada biz ala bilərik. Gəlin, baxaq məsələyə. Məsələn, tutaq ki, bizə hamımızın tanıdığı sadə bir funksiya baxaq. Hamımızın bildiyimiz sadə bir funksiya baxaq. Məsələn, baxaq, y bərabər x-in kvadratı funksiyasına. Bəli, x-in kvadratı funksiyasının törəməsinə baxırıq. Bərabər. Bax, yazılır. X-in kvadratı funksiyasının törəməsi. Bərabər. Siz bilirsiniz ki, bunun törəməsi, x-in kvadratının törəməsi, biz bunu törəmənin tərəfini izah edəmişik. Bu 2x-ə bərabərdir, bilirsiniz. Funksiyanın törəməsi 2x-ə bərabərdir. Deməli, yazılır x-in kvadratı vurulsun natural loqaritma modulda x-in kvadratının törəməsi bərabərdir. Bilirsiniz ki, natural loqaritma x-in kvadratı, yəni modulda x-in kvadratı da natural loqaritma x-in kvadratına bərabərdir, bunu bilirsiniz. Ona görə də, deməli, törəmə bizə nəyə verir? X-in kvadratı vurulsun. Deməli, 1 bölünsün x-in kvadratı, natural loqaritmanın törəməsinə görə onun hamısını anını bilirsiniz. Və biraz öncə bu natural loqaritma x-in törəməsini tapmışdır. Mürəkkəb funksiya kimi baxın buna. Deməli, vurulsun x-in kvadratının törəməsi. Bu da bərabərdir. Bilirsiniz ki, x-in kvadratına bax, x-in kvadratı 7 burada. X-in də kvadratının törəməsi 2x-i verir. Yenə də görsək bizə 2x-i verir. Yəni də biz məqsədimizə nail olduq. Yəni, x-in kvadratı bilirik ki, 2x-ə bərabərdir. Yenə də burada deməli, bu şəkildə yazsaq da belə, yenə də bir 2x aldıq. Yəni, həmin törəməni aldıq. Ona görə, ixtiyari fx funksiyasının belə bir üsulla törəməsinin tapılmasına, həmin funksiyanın diferensiallanma üsulla törəməsinin tapılması deyil. Yəni, belə bir şəkildə törəmənin tapılması, deməli, verilmiş funksiyanın törəməsinin diferensiallanma üsulla tapılması adlanır. Bax, şəkildə. Bu olur funksiyanın diferensiallanma üsulla törəməsinin tapılması. Loqaritmik diferensiallanma üsulla. Yəni, loqaritmik diferensiallanma üsulla deməli, funksiyanın törəməsini alır. Bəli. Deməli, biz bildik ki, loqaritmik törəmə nədir? Onu izah elədik sizə. Deməli, izah elədik ki, y bərabərdir fx funksiyası, x funksiyasında təyin olunmuş kəsilməsi funksiyası və həmin nöqtədə verilmiş funksiyanın törəməsi sıfırdan fərqlidirsə, onda y bərabərdir natural loqaritma modulu fx funksiyasının törəməsini aldıq.
aldıq ki, buna bərabərdir. Və buradan aldıq ki, deməli, f3x bölünsün fx bərabərdir bu şərt. Yəni biz burada funksiyanın bax bu ifadəsini burada y-in yerində yazdıq. Deməli bu teorema buna bərabərdir onda. Belə bir kəsirə y bərabərdir fx funksiyanın loqaritmik teoreması deyilir. Və buradan biz f3x-i təyin eləsək, bu bərabərdən f3x-i təyin eləsək, onun ixtiyarı fx funksiyasının belə bir üsulla teoreması həmin funksiyanın loqaritmik diferensiyallama üsulu ilə teoreması adlanır. Loqaritmik diferensiyallama üsulu ilə teoreması adlanır. Amma bu loqaritmik teoremadır. Bu loqaritmik diferensiyallama üsuludur. Bu loqaritmik teoremadır. Aydındır. Bu şəkildə yəqin ki, sizə aydın oldu. Yəni, loqaritmik teorema nədir? Loqaritmik diferensiyallama üsulu nədir? Bildiniz. Keçən digər məsələlərə. Şimdi müəyyən məqamlarda bizə lazım olur, müəyyən çevirmələrdə, yəni müxtəlif funksiya qeyri-müəyyən integral keçəndə bizə belə məsələlərin köməyi çox dəyərli. Ona görə bunları bilmək lazım. Növbəti mövzumuz deməli gəlir burada y bərabərdir a+x funksiyası. Deməli y bərabərdir a+x funksiyası. Siz bilirsiniz ki, burada a deməli sıfırdan böyük və birdən fərqlidir. Və verilmiş funksiyanın təyin oblasti, yəni d a+x-in təyin oblasti bütün həqiqətlər soruldu. Mənim sonsuzluq, müsbət sonsuzluğun bir bağlıdır, bunu bilirsiniz. Qiymətlər çoxluğu isə y a+x-in, yəni a+x-in qiymətlər çoxluğu deməli, sıfır müsbət sonsuzluq bir bağlıdır. Bilirsiniz ki, funksiyanın əgər a burada birdən böyük olarsa, funksiyanın qrafiki təxminən bu şəkildə olur. Bunu təxminən çəkərik. Deməli, bir nöqtəsində keçir. Kəsində. Deməli, qrafikində görürsünüz ki, verilmiş funksiyanın təyin oblasti bəli, bütün həqiqətlər çoxluğudur, qiymətlər çoxluğudur. Sıfır müsbət sonsuzluq intervalıdır. Əgər a sıfırdan böyük, birdən kiçik olarsa, onda verilmiş funksiyanın qrafiki, yəni funksiyalar azalan, burada artan funksiyadır. Burada artan funksiyadır bu şərt daxilində. Bu şərt daxilində funksiyalar azalan funksiyadır. Yəni, onda qrafini çəkək sıfır olaraq. Yəni, bir nöqtəsindən keçmək şərti. Çünki bilirsiniz ki, sıfır şəmək vahidə bərabərdir. Bütün həqiqət təyin olduğuna görə. Deməli, bilirsiniz ki, verilmiş funksiya mən sonsuzluğun müsbət sonsuzluğun inteqralına təyin olduğu üçün burada x-ə sıfır versə o 1 verəcək. Anın istənilən bu şərti edənlər, bu şərti edənlər hər iki halda 1 verəcək. Deməli, 0-1 nöqtəsindən keçəcək. Yəni, orijinal toxum 0-1 nöqtəsindən çəkəcək. Ona görə, bu şəkildə funksiyanın olur, bu şəkildə artanır. Bəli, ümumi halında biz funksiyanın bölməsini tapar. Tapmaq üçün bu şəkillər daxilində, verilmiş funksiyanın bölməsini tapar. Deməli, hər tərəfin natıl loqaritmasını alsa, natıl loqaritmı y bərabərdir, natıl loqaritma a+x. Və siz də bilirsiniz ki, ədəmin loqaritmasının mənim fasillərinə görə bizim yazə bilərik x natıl loqaritma a. Yazə bilərik. Və hər tərəfdən teoremi alsa, bu bərabərliyin hər tərəfindən teoremi alsa, onda alırıq 1 bölü y qraf y ilişdirir. Mərkəb funksiyanın teoremasını baxsan, məsələn. Bərabər olacaq. Deməli, natıl loqaritma, deməli, x-in teoreması bilirsiniz ki, 1 verir. Natıl loqaritma a burada sabit ədəd olduğuna görə, deməli, bilirsiniz ki, sabit teorema şəsqalə çıxarma olur və x-in teoreması 1-ə bərabər olduğuna görə, natıl loqaritma a-nı verir. Və buradan alırız ki, y ilişdirir bərabərdir, y vursun natıl loqaritma a. Bu da bərabərdir, y nəyə bərabərdir? Y a+x-ə bərabər olduğuna görə, alırıq a+x natıl loqaritma a. Bu şəkildə biz
tapdık ki, artı x'in törəməsi nəyə bərabərdir? Artı x naturla gəlmə aya bərabər. Bu oldu deməli üstün funksiyanın törəməsi. Sonra növbəti nə gəlir orada? Sonra artı x törəməni tapdıq. Burada məsələn, tutaq ki, yerə bir funksiya ola bilər. Məsələn, argument bir funksiya, mürəkkəb funksiya. Yəni, biz mürəkkəb funksiyanın törəməsini tapaq. Məsələn, vektörlər fərq edək, artı x-in törəməsini tapmaq. Özür ki, burada artıq hiçbir funksiyada argumentin yerində bir funksiya var. Yəni, mürəkkəb funksiya, üstün mürəkkəb funksiya. Və burada da həmin şərt olmalıdır. Yəni, A sıfırdan böyük, birdən nə olmalıdır, fərqli olmalıdır, bilirsiniz. Bu şərt olmalıdır. Bu şərt daxilində deməli, verilmiş funksiyanın törəməsini tapır. Yəni, artı x-in törəməsi bərabərdir. Bilirsiniz ki, bu artı x vurulsun f'2 naturla gəlmə a'ya bərabər. Bu funksiyanın törəməsi buna bərabər. Çünki burada bilirsiniz ki, biz bunu özündə məsələn, artı x yazıb, x-in törəməsi 1 verir, artı x olanda artı x-in özü verir. Yəni, buradan mürəkkəb funksiyasını tapsaq, yenə də buna bərabər olur. Ona görə də biz buradan mürəkkəb funksiyanın törəməsini istifadə edək. Orada görək bir şey yoxdur. Sonra hansı məsələyə baxırıq? Deməli, əgər burada biz a'ya y desək, y'nin də bilirsiniz ki, y ədədi də irrasional ədədi dövrü olmayan sonsuz olmaq içərisində bilirsiniz. 2 ilə 3 arasında yerləşən dövrü olmayan sonsuz olmaq içərisində, yəni irrasional ədəddir. Deməli, onda a'ya y desək, onda biz alırıq ki, y x-in törəməsi, y x naturla qarışma y'yə bərabər olacaq. Funksiyanın törəməsinə görə yazılır. Naturla qarışma y də bilirsiniz ki, nəyə bərabərdir? 1-ə bərabərdir və bu y x-ə bərabər. Deməli, deməli, y x-in törəməsi, y x naturla qarışma y'yə bərabərdir. Naturla qarışma y də 1 olduğuna görə, çünki bilirsiniz ki, a'nın sıfırdan böyük, birdən fərqli istənilən qiymətində loqaritma a-dan a nəyə bərabərdir? 1-ə bərabər. A-dan 1-ə bərabər olduğu üçün, deməli, naturla qarışma y də, naturla qarışma da y əsasında qarışma olduğuna görə, deməli, argumentin əsası yeni olduğuna görə bu 1-ə bərabər olacaq. Deməli, bu şəkildə y x-in özünü verir. Və onda mürəkkəb y x üstün mürəkkəb funksiyanın törəməsini tapsaq, yəni onda bu nəyə bərabər olacaq? Olacaq mürəkkəb funksiyasını törəməni tapsaq, onda bizə görə y x vurulsun x-in törəməsi naturla qarışma y, naturla qarışma y də 1-ə bərabər olub və onu yazır. Belə, deməli tapdıq ki, y x-in törəməsi nəyə bərabər? Y x x-in bərabər. Digər məsələlərə baxaq. Sonra, həqiqi üslü qüvvət funksiyasının törəməsi. Həqiqi üslü qüvvət funksiyasının törəməsi olmaq. Həqiqi üslü qüvvət funksiyası. Bu da qeyri-müəyyən integrallıqlar, kimsə qeyri-müəyyən integrallıqlarında bizə lazım olur bu məsələlər. Geometrik funksiyaların törəmələrini bilirsiniz, yəni bizim dərslərimizdə bunlara bənzərlik bilirsiniz. Yəni sarı törəmələr olarsınız bilirsiniz. Yəni bunlar da sarı törəmələrdir. Bizə çevirmələr bizə lazım olur, ona görə bunları bilməliyik. Deməli, y bərabərdir x üstü alfa. O zaman həqiqi üstü funksiya olur ki, deməli burada alfa daxildir yerə. Alfa yerə daxildir. Və x də burada sıfırdan nədir?
Böyük, sıfırdan böyükdür. Şimdi burada bax, bu şəkildə təyin olunmuş funksiyaya x sıfırdan böyük olmaq şərti ilə və alfa da elə daxil olmaq şərti ilə deməli, y bərabər x üstü alfa funksiyasına biz əyri üstü funksiya deyirik. Bu funksiya alfanın əyri üstü funksiya. Çünki alfa elə daxildirsə, x sıfırdan böyük şərtini ödəmək şərti ilə verilmiş funksiyaya əyri üstü funksiya deyirik. Əyri üstü funksiya almalı. Siz bilirsiniz, rasional qüvvətin xassələrindən bilirsiniz, rasional qüvvətin tərifindən bilirsiniz ki, əziz dostlar, burada əsas müsbət götürülməlidir, ümumi şəkildə. Xüsusallar var, onları mən sizə izah edəcəm. Xüsusallar var, o xüsusalları çıxmaq şəkildə ümumi şəkildə belə götürülməlidir. Yəni, əyri üstü funksiyadan danışırsa, sıfırda sıfırdan böyük olmalıdır. Çünki ona görə ki, sıfıra bərabər olsa, alfa burada sıfır qiyməti ala bilər. Onda sıfır şəkildə verilməyə edilir və yaxud da alfa burada mənfi ola bilər, onda mənfi tam qüvvətin xassələrinə görə siz bilirsiniz ki, burada kəsr olunca kəsirin məqəli sıfıra çevrilir və bu şəkildə verilmiş funksiyanın mənası olmayacaqdır. Ona görə də ümumi şəkildə, bu şəkildə əyri üstü funksiyanın tərkib belə verilir ümumi şəkildə. Yəni, x bölü sıfır şərti ilə alfa daxil bir olmaqla x üstü alfa funksiyasına əyri üstü qüvvət funksiyası deyilir. İndi birinci hal, məsələn, var ki, müəyyən hallara baxırıq. Məsələn, fərz edək, alfa sıfırdan böyükdürsə, onda verilmiş funksiyanın təyin oblasti y x üstü alfa onun qiymətlər oblasına bərabər olmaq şərti ilə, yəni y x üstü alfaya bərabər olmaq şərti ilə hər ikisi sıfır müsbət sonsuzluq yarım intervalına bərabər. Yəni, həm təyin oblastı, həm də qiymətlər çoxluğu sıfır müsbət sonsuzluq intervalına bərabərdir. 2. Əgər alfa sıfırdan kiçik olarsa, onda deməli, y x üstü alfa bərabərdir y x üstü alfaya, o da bərabərdir sıfır müsbət sonsuzluq intervalı. Buna bərabər. Əgər alfa sıfırdan kiçik olarsa. Çünki alfa sıfırdan kiçik olsa, burada əsas, yəni x-in qiyməti burada sıfır ola bilməz. Ona görə də deməli, şunun şərti olmalıdır. Amma burada müəyyən hallar var. Məsələn, parçaya gəlir ki, A. Fərz edək, burada alfa birdən böyük olarsa, onda verilmiş funksiyanın qrafiki bu şəkildə gedir. Bu şəkildə gedir. Yəni, görürsünüz ki, burada da təyin oblastı sıfır müsbət sonsuzluq yarım intervalıdır. Qiymətlər çoxluğu da sıfır müsbət sonsuzluq yarım intervalıdır. B. Alfa sıfırdan böyük, birdən kiçik olarsa, onda verilmiş funksiyanın qrafiki təxminən belə yerləşilir. Funksiyanın qrafiki və deməli, gördüyünüz üçün yenə də bu şəkildə hər iki halda alfa sıfırdan nədir? Böyükdür. Yəni, qiymətlər çoxluğunda təyin oblastıda, qiymətlər çoxluğunda nə olacaq? Üstə çıxıyor. Təyin oblastıda qiymətlər çoxluğunda. Amma, məsələn, C halında, fərz edək, alfa sıfırdan kiçik olarsa, onda verilmiş funksiyanın qrafiki təyin oblastı nəzərə almaq şərti ilə, təyin oblastı isə qiymətlər çoxluğunda. İlk bu da deməli, verilmiş funksiyanın qrafiki bağlı şəkildə gedir. O şəkildə gedir. Bilirsiniz ki, deməli, apsis oxu
onun şirkəti asintotludur, Y qotu isə şarkılı asintotludur. Şərtilə deməli, verilmiş funksiyonun qrafı bu şəkildə olur. Gördüyünüz kimi burada da verilmiş funksiya sıfırda təyin olunmuyor. Mesela bak grafla görün ki burada sıfırda təyin olunur funksiya bu şəkillər daxilində. Sıfırda təyin olunur. Amma bu şərt daxilində verilmiş funksiya sıfırda təyin olunmuyor. Mesela alfası buradan çıxır. Onun təyin olması deməklər sonra 0,6 intervalı. Təyin olması 0,6 intervalı deməklər sonra 0,6 intervalı. Və bu şəkildə verilmiş funksiyanın törəməsi haqqında danışır. Mən bunları mən izah edərəm ki, yəni son 8 alfa funksiyasının özünün deməli törəməsi haqqında danışanda biləsiniz ki, burada bu funksiya özü necə funksiyadır. Yəni, heç olmasa onun necəliyini biləsiniz ki, yəni bu alfa funksiyası həqiqi üstün qüvvət funksiyası olaraq burada hansı şərtlər ödəyir, onun xassələri nədir və s. Onları biz sizə izah edərik. Görürsünüz, burada deməli, görürük ki, doğrudan da deməli, funksiya bu şəkildə A1-dən böyük, 0-dan böyük, 1-dən kiçik olduğu şəkildə funksiya hər iki halda artan funksiyadır, amma alfa 0-dan kiçik olarsa verilmiş funksiya nədir? Azalan funksiya. Çünki arqumentin qiyməti artdıqca funksiyanın qiyməti 0-a yaxınlaşır. Ona görə də deməli, verilmiş bu şərt ödənərsə, onda verilmiş funksiya azalan olur. Bu şərt ödənərsə yenə də artan olur. Bu şərt ödənərsə yenə də artan olur. Bu şəkildə deməli, funksiyanın xassələrini sizə deyirik. İndi funksiyanın törəməsi haqqında danışaq. Yəni, y bərabərdir x üstü alfa funksiyasından danışırıq. Bunun hər tərəfinin natural loqaritmasını alsaq, natural loqaritma y bərabər olacaq natural loqaritma deməli x üstü alfa yaza bilərik. Əziz dostlar, biz nə üçün bunun hər tərəfinin natural loqaritmini ala bilirik? Funksiyaların qrafiklərinə nəzər yetirsəniz, görərsiniz ki, bəli, burada biz onu ala bilərik. Ala bilərik. Amma bu şəkildə ki, burada deməli o sıfıra çevrilməsin. Yəni, bax ki, bilirsiniz ki, loqaritmik funksiyanın təyin olması 0 müsbət sonsuzluq yarım intervaldır, ümumi şəkildə, əlbəttə. Daha, baxın. Ona görə biz buna ümumi şəkildə baxırıq. Bax, diqqət edin. Biz həqiqi üstü qüvvət funksiyasının bu müxtəlif hallarda, amma ümumi şəkildə tərif budur. Yəni, burada x 0-dan böyükdür, görürsünüz. X-in 0-dan böyük qiymətlərində alfanın istənilən həqiqi qiymətində bu həmişə müsbət olacaq. Ona görə də deməli, biz bunun hər tərəfinin natural loqaritmasını ala bilərik. Ala bilərik. Yəni, bax, həqiqi üstü funksiyanın tərifinə görə biz bunu edə bilərik. Çünki biz tərif vermək, bunu belə tərif verməsə, onda o funksiya haqqında danışmaq olmaz. Sadəcə sonra biz burada indi alfa hansı şərt ödəyir, o qrafiklərə görə biz deməli, verilmiş funksiyanın sanki müəyyən şəkillərdə göstəririk. Yəni, belə də ola bilər, belə də ola bilər, belə də ola bilər və s. Amma ümumi şəkildə funksiyanın tərifi budursa, deməli, x 0-dan böyüksə, deməli, alfanın istənilən həqiqi qiymət üçün o 0-dan böyük olur. Yəni, bu şərt ödəyir. Ona görə də deməli, biz bunu ala bilərik. Və hər tərəfin törəməsini alsaq, deməli, siz bilirsiniz ki, bunu yazma olan alfa vurulsun, natural loqaritma x yazma olar. Bəli. Deməli, onda, bax, bu bərabərin hər tərəfinin törəməsini alsaq, onda biz burada alırıq 1 bölünsün, y vurulsun, y iştirik. Mürəkkəb funksiyanın törəməsinə görə. Və buradan bilirsiniz ki, alfa vurulsun, natural loqaritma x-in törəməsi 1 bölü x-ə bərabərdir. Əlbəttə ki, burada x 0-dan böyükdən söhbət gedir, yəni burada. X 0-dan böyük. Natural bayaq biz bunu izah eləmişdik. Modulsuz da, yəni burada əgər modul yoxdursa, natural loqaritma modul x deyilsə, natural loqaritma x kimi x böyük 0 şərtini ödəməlidir. Biz bunu bayaq burada izah eləmişdik biraz öncə, videonun əvvəllərində. Bəli, buna bərabərdir. Və bundan biz tapa bilərik ki, y iştirik bərabərdir. Alfa vurulsun 1 bölü 2 sıfırlar y. Bəli. Və y də bilirsiniz ki, x üstü alfaya bərabərdir. Onda yazaraq y iştirik bərabərdir alfa vurulsun 1 bölü 2 vurulsun x üstü alfa.
yaza bilərik. Və buradan biz bərabər yaza bilərik ki, alfa vurulsun. Bunların yerin dəyişimində bilirsiniz ki, hasıl dəyişim. Onda biz burada nə alırıq? X üstü bu mənfi 1-dir. Olacaq X üstü alfa minus 1. Bu şəkildə yaza bilirik. Və tapırıq ki, doğrudan da həqiqi üstü qüvvət funksiyasının törəməsi, yəni X üstü alfanın törəməsi nə bərabərdir? Alfa vurulsun X üstü alfa minus 1-ə bərabərdir. Bax, bunu ispat eləmək tələb olunur. Yəni, həqiqi üstü qüvvət funksiyasının törəməsi buna bərabərdir. Bu da belə. Sonra növbəti görək məsələmiz nədir? Ona baxaraq. Növbəti məsələmiz həqiqi üstü qüvvət funksiyasının törəməsini deyirik. Növbəti məsələmiz gəlir burada. Deməli, mürəkkəb funksiya, yəni məsələn, tutaq ki, belə bir qeyd deyək, məsələn, deyək ki, əgər funksiya belə verilərsə necə, y bərabərdir, fərq eləyək, fx üstü alfa. Bəli, bu da mürəkkəb funksiya kimi törəməsi, bilirsiniz ki, törəməsini alsaq, mürəkkəb funksiya kimi. Bərabərdir. Alfa olsun f x üstü alfa minus 1 olsun f-cilik x-ə bərabər. Yəni, burada çətin bir şey yoxdur. Yəni, belə yaza bilərsiniz. Bu şəkildə. Sonra gəlirik, üslü mürəkkəb funksiyanın törəməsi haqqında danışaq. Üslü mürəkkəb funksiyanın törəməsi haqqında danışaq. Bu müəqqəti misal göstərim edər. Məsələn, fərz eləyək, y bərabərdir. X üstə gəlir 2 üstü, məsələn, deyək ki, 3 funksiyanın törəməsini tapsaq, bu bərabərdir. Bilirsiniz ki, deməli, 3 vurulsun, x üstə gəl 2 üstü, 3 minus 1, 2 eləyəcək, vurulsun, x üstə gəl 2-nin törəməsi, yəni baxın. Həmin törəməni də tapırıq. Yəni, burada bu kəsir də ola bilər, yəni istənilən həqiqət də ola bilər, kökdə 2 də ola bilər, yəni irrasional ədəd də ola bilər, istənilən həqiqət də ola bilər, yəni, fərqi yoxdur. Yəni, buradan bərabər olacaq, saatın törəməsi 0-a bərabərdir. X-in törəməsi, yəni cəmin törəməsi törəmələr cəminə bərabərdir. Saatın törəməsi 0-dır, X-in törəməsi 1-ə bərabər olduğuna görə elə bu 3 vurulsun, X üstə gəl 2-nin kvadratına bərabər olur. Belə tapır. Yəni, sadə bir məsələdir. Bir də fikrini qaynlaşdırmaq üçün bunu dedik. Yəni, biləsiniz ki, burada necə tapır. Yəni, sadə məsələlərdir. Bunu yəqin ki, özünüz bilirsiniz, yəni burada nə var? Özünüz bilmiş olarsınız. Elə. Sonra gəldik. Üslü mürəkkəb funksiyanın törəməsi haqqında danışaq. Üslü mürəkkəb funksiyanın törəməsi haqqında. Yəni, məsələn, bax, fərz edək ki, bizə belə bir funksiya verilir. Məsələn, fx üslü fx funksiyası verilir. Əlbəttə ki, burada siz bilməlisiniz ki, fx burada 0-dan nə olmalıdır? Böyle olmalıdır. Bəli. Bu şərt daxilində verilmiş funksiyanın törəməsini tanımaq lazımdır. Bax, bu üslü mürəkkəb funksiyadır. Buna aid bir misal göstərəcəm sizə. Deməli, bax, görürsünüz, bu da x dəyişənli bir ifadədir, bu da x dəyişənli bir ifadədir. Yəni, üslü mürəkkəb funksiyadır, bunun törəməsini tapmaq lazımdır. Deməli, onda y iştirik bərabər olacaq. Deməli, fx üstü fx'in törəməsi. Bəli, bu bərabərdir. Deməli, əziz dostlar, bilirsiniz ki, amma bunu biz birbaşa belə tapmıyıq da, biz bunu loqaritmiyək hər tərəfinin natla loqaritmasını alaq. Çünki biz loqaritmik törəmədən danışdıq sizə. Loqaritmik törəmədən nə üçün danışdıq? Bəli.
Belə məqamlarda istifadə etmək üçün. Deməli, natural loqaritma y hər tərəfi natural loqaritmasını alır. Siz çünki bilirsiniz ki, fx sıfırdan böyükdürsə, x-in istənilən həqiqi qiyməti üçün fx-də ola bilsin ki, x-in istənilən həqiqi qiyməti üçün fx təyin olunmuş funksiyadır. Bilirsiniz ki, bu həmişə müsbət olacaq. Əgər fx sıfırdan böyüksə, x-in istənilən həqiqi qiyməti üçün bu ifadə həmişə müsbət olacaq. Ona görə də biz bunun hər tərəfini natural loqaritmasını ala bilərik. Yəni bizim imkanımız çatır ki, onu ala bilərik. Yəni orada heç bir qəbahət yoxdur yəni. Çünki burada x-in ixtiyari həqiqi qiyməti üçün bu fx təyin olunubsa belə, fx burada sıfırdan böyük şərtini ödürsə, yəni bu funksiya belə bu şəkillə baxılırsa, onda deməli x-in istənilən həqiqi qiyməti üçün fx təyin olunubsa, bu ifadənin qiyməti həmişə müsbət olacaq. Ona görə də loqaritmik funksiyanın təyin olması bütün müsbət ədədlər çoxluğu olduğuna görə, biz bunun hər tərəfinin natural loqaritmasını ala bilərik. Yəni, bax, bu bərabərin hər tərəfinin natural loqaritmasını ala bilərik. Onun əvvəl natural loqaritma, deməli, fx üstü fx alırıq. Deməli, və bunun da törəməsi bilirsiniz ki, bu 1 bölüsün y vuraq y iştirik bərabərdir. Deməli, mürəkkəb funksiyanın törəməsinin yanaşıdır məsələyə. Burada da o şəkildə yanaşırıq. Yəni, burada da yazırıq ki, deməli, biz burada yazsaq bunu natural loqaritma, yəni fx vurulsun natural loqaritma fx, bax, belə baxsaq, ələn loqaritmasının xassələrinə görə yanaşırıq məsələyə. Bunun hər tərəfinin törəməsini alsaq, yəni natural loqaritmasını aldıq, bunun yaddan çıxıb, yaddan olmuş. Bağışlayın, bir də sayaq. Yazmışlar, fx natural loqaritma, yəni biz ələn loqaritmasını istifadə edib belə yazırıq. Deməli, hər tərəfinin törəməsini alsaq, bu bərabərliklərin hər tərəfinin törəməsini alsaq, deməli, biz nə alırıq? 1 bölü y vuraq y iştirik bərabərdir. Deməli, fi törəmə x, yəni hasilin törəməsindən biz baxsaq məsələyə, onda fi törəmə x vurulsun natural loqaritma fx üstə gəlinsin. Fx vurulsun. Bunu da mürəkkəb funksiya kimi baxsaq, 1 bölünsün fx, o da fx bu şəkildə gördüyünüz kimi. Deməli, vurulsun f'(x). Buna bərabər. Və buradan deməli, bunun hər tərəfini bilirsiniz ki, y gözü nəyə bərabərdir? Buna bərabərdir. Onda biz tapırıq ki, y-in də yerinə bu ifadəni yazsaq, onda biz alırıq ki, deməli, fx üstü fx'in törəməsi bərabərdir. Bunun hər tərəfini y-ə vurduq da, yəni burada buna vurduq. Onda bizə verəcək, deməli, fx üstü fx vurulsun f'(x) vuraq natural loqaritma, deməli, fx üstə gəlinsin, deməli, fx üstü fx vurulsun, deməli, vurulsun fx, o da vurulsun f'(x) bölünsün, deməli, f'(x) bölünsün fx. Bunu verəcək. Biz bunu alırıq. İndi gəlin buna aid bir dənə misal göstərək. Məsələn, tutaq ki, bizdən tələb olunur ki, y bərabərdir x üstü x funksiyasının törəməsini alır. Onda biz bundan istifadə edə bilərik. Bax, bundan istifadə edə bilərik. Onda yaza bilərik ki, x üstü x-in törəməsi bərabərdir
bərabərdir. Bax, burada nə şəkildə yazmışsa, o şəkildə yazmışdır. X üstü x vurulsun. X-in törəməsi, belə metodda yapılmış. X-in törəməsi vurulsun natural logaritma, x. Natural logaritma x. Üstəgəl, x üstü x vurulsun, x vurulsun, x-in törəməsi bölünsün x. Bax ya, bərabər. Burada məsələyə necə yanaşmışızsa o şəkildə deməli, burada biz elə bir ki, əsas olan x-i f(x)in yerində ifadə etməklə, x üst olan x-i isə p(x)in yerində ifadə etməklə biz deməli, bax bu törəməni alırıq. Yəni bunun törəməsi həqiqətən buna bərabərdir. Və bilirsiniz ki, x-in törəməsi 1-ə bərabərdir. Onda burada alırıq x üstü 2x, vuraq natural logaritma 2x. Yəni bunu sadələşdirdik artıq. Hesabladıq, törəməni hesabladıq. Üstə gəlməsi, burada isə bu x-lər gedir, bu x-lər gedir. X-in törəməsi 1-ə bərabərdir. Onda burada qalır elə x üstü x. Bəli. X üstü x qalır. Onda tapırıq ki, x üstü 2-si çıxarsaq ortaq olur kimi bezə xaricində. Burada nə alır? Natural logaritma x üstə gəl 1 alır. Deməli, tapdıq ki, x üstü x-in törəməsi nəyə bərabərdir? X üstü 2x vurulsun natural logaritma x üstə gəl 1-ə bərabərdir. Bax, bunu tapmaq tələb olunur, bunu tapdıq. Deməli, tapdıq ki, doğrudan da x üstü x-in törəməsi buna bərabərdir. Yəni, sadəcə biz burada logaritmik törəmədən istifadə edirik. Yəni, burada başqa bir qərar bir şey yoxdur. Ona görə biz öncədən logaritmik törəməni izah elədik. Yəni, logaritmik törəmə, sonra logaritmik diferensiallama üsulu, onları biz izah elədik və onun tətbiqi ilə də bu məsələləri araşdırdıq. Yəni, bu məsələlər bizə ibtidai funksiya qeyri-müəyyən integralı keçəndə bizə lazım olacaq bu mövzular. Bizə hər biri lazım olacaq. Ona görə də biz məsələlərə toxunduq sizinlə. Bunların tətbiqlərindən geniş məsələlər həlləmək olur. Yəni, bunların tətbiqlərindən geniş məsələlər həlləmək olur. Deməli, elə məsələlər var ki, mürəkkəb şəkildə verilir funksiyalar. Məsələn, üstün mürəkkəb funksiyadır. Məsələn, bu bir funksiya təyin edilir, bu bir funksiyadır. Yəni, x dəyişənli funksiya, bu x dəyişənli. İstənilən bir üstün mürəkkəb funksiyanın teoreməsini tapmaq üçün, bax, bu üsullardan istifadə edə bilərsiniz. Yəni, bu üsullar deyəndə burada öz başına yaranan üsullardır. Biz bunu göydən düşünürük və yerinə çıxırıq. Yəni, burada sadəcə logaritmik teoremanın tətbiqindən alınan məsələlər. Logaritmik teoremanın tətbiqindən alınan məsələlər. Yəni, biz sizə göstərdik ki, f(x) bölü f(x) nədir? f(x) məsələn logaritmik teoreması var. Onu siz yazıyorsunuz ki, yəni, burada f teoremi x sıfırdan fərqli olmaq şərti ilə, ümumiyyətlə, yəni, f(x) sıfırdan fərqli olmaq şərti ilə, yəni, f(x) bölünsün f(x) kəsiri y bərabər f(x) funksiyasının nəyə adlanır? Logaritmik teoreması adlanır. Onu biz sizə izah edirik. Logaritmik teoreması adlanır. O necə alınır, onu da sizə izah edirik. Əziz dostlar, yəni bugünkü mövzumuz bu qədər. Yəni, bu məsələlərin tətbiqi ilə özünüz də maraqlansanız, mən gənclərdən öyrəşdirəm, mən çox gənc tələbələrdir, sonra 11-ci sinifin abituriyentləri, şagirdləridir, sonra universitet tələbələridir. Yəni, bu gəncləri öyrəşdirik. Yəni, onlar məsələlərin tətbiqi ilə, məsələn, qarşılarına çıxan müəyyən məsələləri araşdırmaq üçün o sahələri tətbiq edə bilərlər və yoxlaya bilərlər ki, doğrudan da bu üsullar hamısı deməli, vacib üsullardır və bunları bilmək lazımdır. Yəni, ibtidai funksiya qeyri-müəyyən integral keçəndə biz bunlardan istifadə edəcəyik. Yəni, istifadə edəcəyik ki, orada qeyri-müəyyən integralı aşmaq üçün müəyyən çevirmələr aparacaq. Oradan mütləq biz bunlardan istifadə edəcəyik və yararlanacaq. Ona görə də bu məsələləri bizim deməyimiz çox vacib idi. Məsələlər toxunduq. Mən sizə bir də onu çatdırmaq istəyirəm ki, məndə olur ki, birdən vaxt olmur. Məsələn, vaxt olduqca mən videoları çəkib atacağım arxasınıza, yəni narahat olmayın.
vaxt olduqca mən vaxt tapıb videoları arzu olaraq çəkib atacağım. İndi növbəti videomuz inşallah bizdə olmalıdır. İbtidai funksiya, qeyri-müəyyən integral, sonra müəyyən integral, müəyyən integralın tətbiqi ilə həcmlərin hesablanması, sahələrin hesablanması və s. digər bu kimi məsələlərə baxılacaq. Və sonra deməli integral tutarından sonra keçəcək diferensial təminlər nəzəriyyəsinə. Amma mən sizə deyim ki, bu dəqiqə indi biz hələ ki klassik riyaziyyat öyrənirik də, biz yəni yeni bir riyaziyyat yaranıb dünyada. Bilirsiniz ki, qeyri-səlis riyaziyyat keçirilir, digər Avropa, inkişaf etmiş Avropa ölkələrində qeyri-səlis riyaziyyat keçirilir, qeyri-səlis kimya keçirilir, qeyri-səlis fizika keçirilir. Əlbəttə, bu qeyri-səlis şoklar nəzəriyyəsində deməli, hansı ki, elmi araşdırmalar aparılır və deməli, riyaziyyat sahəsində, fizika sahəsində, kimya sahəsində və s. digər sahələrdə deməli, amma hələ ki, bizim heç nəinki orta məktəblərdə, heç universitetlərdə də bunlar keçirilmir. Yəni, ona görə biz inkişafdan çox geri qalırıq. Yəni, elm sahəsində inkişafdan çox geri qalır. Bizim hörmətli alimimiz Rafiq Əliyev, yəqin ki, hamınız tanıyırsınız. 300 aydan bir yerdə işləmiş, çalışmış bir alimdir, tanınmış, dünya miqyasında tanınmış bir alimdir. Onun əsərlərini dünya ölkələrində, yəni Avropa ölkələrində, Avropa universitetlərində, onun kitablarından tədris vəsait kimi istifadə olunur və s. Amma ona bir dəfə Rafiq müəllimə sual verildi ki, jurnalist sual verildi ki, bəs bizim universitetlərdə bunlar niyə keçirilmir? O da çox düzgün vurğuladı ki, bizim universitetlərdə bu mütəxəssislər yoxdur. Əlbəttə, yoxdur. Yəni, birisi nətərdir? Yəni, burada elmi inkişaf etdirmək üçün elmə sərmayə qoymaq lazımdır. Yəni, elm adamın haradasa, yəni elmə dəyər vermək lazımdır ki, dəyər bu baxımdan ki, yəni sosial vəziyyəti yaxşılaşdırmaq lazımdır ki, yəni elm adamlarının sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır ki, o elm işi ilə məşğul olsun. Yəni, araşdırmalarla məşğul olsun. İndi inşallah mən tam mənada indi qismət olsa inşallah, mən o proqramı əldə edə bilsəm və o proqrama mənim haradasa bir anlayışım var, yəni haradasa, mən demirəm onu mütəxəssisə verə bilirəm, yox, onu heç vaxt deyəmərəm, amma bacardığım qədər, əgər o proqramı əldə edə bilsəm, inşallah bu diferensial təhlillərdə, yəni ümumiyyətlə vaxt olduqca bu kimi digər məsələlərə baxacaq, yəni qeyri-səlis şokluqlar nəzəriyyəsinə də baxacaq inşallah. Yəni bu şəkildə yavaş-yavaş işimizi davam, amma tələsmək lazım deyil də, yəni tələsmək lazım deyiləndə vaxt içinə yol vermək olmaz, söz yox, amma bizim vaxtımız olmur yəni. Başımız elə sosial vəziyyətə qarışır, sosial vəziyyət imkan vermir ki, öz işi ilə məşğul olasan yəni. Bu dəqiqə heç kəs öz işi ilə dəqiq məşğul deyil, çünki sosial vəziyyətin kifayət qədər ağır olması, yəni insanları öz peşələrinə imkan vermir ki, məsələn, elm adamsan, elm işi ilə məşğul olsun. Yəni, başqa əlavə işlər görülür ki, məsələn, sosial vəziyyəti düzəltmək üçün. Yəni, ona görə bir də elm hələ ki, zəifdir, yəni. O vaxt güclənəcək ki, elmə dəyər veriləcək. Haradasa elmə bir pul ayrılacaq, həqiqi, doğru, dürüst, haqqın yolu ilə, yəni, əlbəttə ki, haqqın yolu ilə, dürüst şəkildə pul ayrılacaq, onda elm inkişaf edəcək. Nəysə, bu qədər. Amma çalışaram ki, biz elimizi inkişaf elətdirək. Yəni, nəyəsə baxmaq lazım deyil ki, ay, belədir, filandır. Yəni, biz elimizi inkişaf elətdirməliyik. Amma elimin inkişaf etdirilməsi üçün müəyyən kömək, dəstək də lazımdır. Yəni, o dəstək olmalıdır. Yəni, inşallah ümidədək ki, o dəstək də olacaq. Yəni, inşallah biz ümidsiz olmayaq. İndi isə sizlə sağollaşıram. Gələn videolarda görüşənə qədər. Sağ olun.